Salam əziz həmkarlar. Lawrence Kohlberg mənəvi inkişaf nəzəriyyəsi. Deməli, sual 1. Müəllim sinifdə gecikmə halları ilə bağlı problemi həll etmək üçün dərsə vaxtında gəlin qaydasını qoyur. Həmçinin gecikmə halı olduqda cəza tətbiq edəcəyini də bildirir. Yəni, gecikmə halı baş verərsə, vaxtında gəlin qaydasını qoyur, qaydaya əməl etməyəcək şagirdlərə də cəza tətbiq edəcəyini bildirir. Yəni, kim geciksə. Şagirdlərin cavablarına əsasən uyğunluğu müəyyən edin. Gəlin müəyyən edək. Bu mərhələdə olan şəxslər cəmiyyəti bütöv bir şəkildə görərək mühakimə edir. Bu mərhələdə olan şəxslər hadisəyə sosial nizam-intizam baxmaq yerinə sosial ədalətli prinsipi ilə yanaşır. Bu sosial müqavilədir. Buradan işarə eləyək. Bu mərhələdə olan şəxslər qaydaların dəyişməz və şərtsiz olaraq qəbul edir. A variantı. Bizə nə deyir? Əgər müəllim qayda qoyubsa, ona hamı əməl etməlidir. Çünki qayda olmasa, sinifi idarə etmək mümkün olmayacaq. Bu səlahiyyət və sosial nizamı qorumadır. Yəni, bu mərhələdə olan şəxslər cəmiyyətin bütöv bir şəkildə görərək mühakimə edir. 1-ə A. B variantı. Müəllim hamıya cəza verməsi düzgün hesab etmirəm. Çünki şagird həqiqətən də üzürlü səbəbdən də dərsə gecikə bilər. Bu sosial müqavilədir. 2-yə B. Yəni, deyir, qayda qanun qoyarkən bizi də düşünün. Mən qaydaya əməl etməliyəm. Çünki etmədiyim halda cəzalanacağımı bilirəm. Bu da itaət və cəzadır. Bu mərhələdə olan şəxslər qaydaların dəyişməz və şərtsiz olaraq qəbul edir. Bu itaət və cəzaya aiddir. Bu da oldu C bəndi. Deməli, birincidə oldu A bəndi, yəni birinci səlahiyyət və sosial nizamı qorumadır. İkinci sosial müqavilədir, ona aid oldu B bəndi. Üçüncü də itaət və cəzadır, ona da aid oldu C bəndi. Deməli, oldu A variantı. Uyğunluğu müəyyən edin. Uyğunluğu gəlin müəyyən edək. Deməli, sinifdə stul sındırdığımı etiraf etsəm, cəza alacağam. Ona görə də bunu gizli saxlamalıyam. Cəza almaqdan qorxur. İtaət etməliyəm ki, cəza almayım. Bu olur itaət və cəza. 1-ə B. Çətin durumda olan dostuma yardım etməliyəm ki, gələcəkdə o da mənə kömək etsin. Şəxsi marağı var. Bu gün mən edim, sabah o mənə etsin. Bu olur individualizm, şəxsi maraq. 2-yə D. Məktəb rəhbərliyi tərəfindən qoyulan geyim qaydalarına əməl edirəm. Qoy hamı görsün ki, mən nümunəvi şagirdəm. Hamı, cəmiyyət məni yaxşı tanısın, əla tanısın, nümunəvi olduğumu bilsin. Bu olur qəbul olunma. 3-ə A. İnsan yalnız öz övladına qarşı deyil, bütün insanlara qarşı da rəhimli və yardımsevər olmalıdır. Bu da vicdanlı şəxslərdir. Universal etik prinsip. Deməli, 1-ə B, 2-yə D, 3-ə A, 4-ə C. Bu da eləyir C variantı. Sual 3. Klasterə uyğun gəlməyən fikri müəyyənləşdirin. Mənəvi inkişaf nəzəriyyəsi müxtəlif mərhələlərdə insanların davranışı, onların mənəvi dəyərləri vasitəsilə qiymətləndirilir. 3 səviyyədən 6 mərhələdən ibarətdir. Biz mənəvi inkişaf nəzəriyyəsinə uyğun olmayan fikri tapmalıyıq. Mənəvi inkişafın hər hansı bir səviyyəsində olan insan üçün müəyyən davranış doğru olduğu halda, digər səviyyədə olan insan onu yanlış hesab edə bilər, düzdür. Yəni, biri üçün doğrudursa, digər mərhələdə o yanlış ola bilər. Məsələn, tutalım ki, səlahiyyət və sosial nizamı qoruma deyir ki, bütün hər işə qayda qanunla əməl etmək lazımdır. Amma sosial müqavilə deyir ki, bəzən qaydadan çıxmaq olar. B bəndi. Mənəvi inkişaf dedikdə liderlik və inandırıcılıq qabiliyyəti nəzərdə tutulur. Bax, bu yanlış fikirdir, mənəvi inkişaf nəzəriyyəsinə aid deyil. C bəndi. İnsanın mənəvi inkişafı onun idrak inkişafının mövcud mərhələsindən birbaşa asılıdır, düzdür. Şagirdin mənəvi inkişafın hansı mərhələsində olduğunu aydınlaşdırmaq və onun inkişafını təmin etmək yollarını müəyyənləşdirmək lazımdır, düzdür. Şagirdlərə yönəldici suallar verməklə onun mənəvi dəyərlərinin inkişaf mərhələsini müəyyən etmək olar, düzdür. Deməli, aiddir B variantı. Sual 4. Məktəbdə qoyulan qaydalara görə şagirdlər icazəsiz məktəb həyətindən kənara çıxdığı təqdirdə cəzalanacaqlar.
Buna görə də yalnız Rəhim bu qaydanı heç vaxt pozmur. Niyə pozmur? Yəni itayət edim ki, cəza almayım. Görsüz deyir, cəzalandırılacaqlar. Rəhim pozmur ki, cəza almasın. Bu nədir? İtayət və cəza. Dərsin sonunda bu mərhələlər haqqında bir dəfə danışarıq. Yəni testin sonunda. Müəllim şəxsi müşahidələri zamanı bəzi şagirdlərin qrup işlərində öz fikirlərini yox, digərlərini eşitmək istədikləri fikirləri səsləndirdiklərinin şahidi olur. Digərlərinin eşitmək istədikləri, qoy hamı məni yaxşı tanısın, digərləri məni sevsin, bu nədir? Qəbul olunma, digərləri məni qəbul etsin. Müəllim cırtdan nağılını tədris edən zaman şagirdlərə belə bir sual verir. Cırtdanın yerində olsaydınız, sizin də dostlarınızı xilas edərdinizmi? Mənəvi inkişaf nəzəriyyəsinə görə hansı cavablar individualizm? İndividualizm nədir? Şəxsi maraq. Bu gün mən edim, sabah o mənə etsin. Yəni, bu gün mən kömək edim, sabah o mənə edər. Bəli, kömək edərəm. Çünki yoldaşlarım yolda mənim odunumu daşımışdı. Görsən, biri onun odununu daşıyıb, o da düşünür ki, o mənə yaxşılıq edib, qoy indi mən edim. Şəxsi marağı var. Burada bir. Bəli, kömək edərəm. İnsanın yaşaması hər şeydən önəmlidir. Bu, universal etik prinsip mərhəmətli insana aiddir. Bəli, kömək edərəm. Çünki o zaman hər kəs məni qəhrəman kimi tanıyacaq. Bu, qəbul olunmadı ki, cəmiyyət məni yaxşı tanısın. Xeyr, kömək etməzdim. Çünki mən çətin vəziyyətdə qalanda yoldaşlarım mənə kömək etməmişlər. Görsən, bugün sən mənə etmədin, sabah mən sənə etməyəcəm. Ortada bir şəxsi maraq var. Sən mənə yaxşısansa, mən də sənə yaxşı olacağım. Sən mənə pissənsə, mən də sənə pis olacağım. İndividualizm budur. Deməli oldu 1-4. Bəli, kömək edərəm, çünki əks halda valideynlərim məni tənbih edərdi. Bu, valideynlərin baskısı, yəni cəzadır da, valideyn onu tənbih etməyə cəzadır. Bu, itayət və cəzadır. Deməli oldu burada 1-4 C variantı. 7. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu, yanlışdan yanlışı tapmalıyam. Bu mərhələdə olan şəxslərin mənəvi dəyərləri qoyulan qaydalar və onların pozulması halında cəza tədbirlərlə müəyyən edir. Cəza, itayət etməliyəm ki, cəza almayım. Doğrudur, bir də üzdür. Bu mərhələdə olanlar başqalarının fikirlərinə əsasən davranır, stereotiplərə uyğunlaşmağa çalışır və hansısa hadisə ilə bağlı mühakimə yürüdərkən sosial tələbi nəzərə alır. Yəni, sosial tələb, qıraq, başqalarının fikri, digərləri məni sevsin. Bu olur, qəbul olunma. Bu da doğru bir fikirdir. Bu mərhələdə şəxs mühakimə zamanı cəmiyyətin bu məsələyə necə yanaşmasını nəzərə alaraq davranır, qəbul olma, düzdür. Cəmiyyət məni yaxşı oğlan, əla oğlan, yaxşı insan kimi tanısın. Bu mərhələdə olan şəxslər hadisələrə individual yanaşma ilə deyil, cəmiyyəti bir bütöv şəkildə görərək mühakimə edirlər. Səlahiyyət və sosial nizamı qoruma, bu da doğrudur. Deməli, burada doğru oldu. 1-2, yanlışım yoxdur. B bəndi. Jo'nun hekayəsini şagirdlə danışan müəllim ona sualla müraciət edir. Jo'nun atasının oğlundan pullarını istəməyə haqqı var idimi? Şagird cavab verir. Jo'nun atası kimi sevdiyi bir işlə məşğul olma haqqı var. Bununla Jo'nun atası oğluna qarşı ədalətsizlik edir. Kolbergin mənəvi inkişaf nəzəriyyəsinə əsasən şagirddə mənəvi inkişafın hansı mərhələsindədir? Baxın, deyir ki, Jo hekayəsində, Jo dilemmasında şagirdə danışan müəllim ona sualla müraciət edir. Jo'nun atasının oğlundan pullarını istəməyə haqqı var idimi? Jo'nun atasının oğlundan pullarını istəməyə haqqı var idimi? Şagird cavab verir. Jo'nun da atası kimi sevdiyi bir işlə məşğul olma haqqı var. Bununla Jo'nun atası oğluna qarşı ədalətsizlik edir. Baxın, ədalətsizlik. Biz dedik ki, hər kəsin sevdiyi işlə məşğul olma haqqı var. Yəni, qayda-qanun var, düzdür. Amma qayda-qanunda ədalətsizlik olmamalıdır. Yəni, bəzən o qayda-qanundan çıxmaq lazımdır. Məsələn, burada o Jo'nun atası, yəni John özü hər hansı bir işlə məşğul olmaq istəyir. Jo məşğul olmadıqda, yəni atası ona o işə icazə vermədikdə, atası oğlundan pulunu geri alır. Və burada şagird deyir ki, atası ədalətsizlik edib. Bu nədir? Yəni deyir ki,
Hər kəsin belə deyim də qayda qanun görərkən, bir iş təklif eləyərkən bizi də nəzərə alın. Yəni burada ona görə deyir ki, John atasının atası oğluna qarşı ədalətsizlik edir. Bu nədir? Sosial müqavilə. Yəni qayda qoyursunuz, qanun qoyursunuz. Qayda qanun qoyanda bizi də nəzərə almağınız vacibdir. Ümumiyyətlə baxın, Joe dilemması nədir? Gəlin bir dənə onun haqqında məlumat verim. Baxın, Joe'nun 14 yaşı var və yay düşərgəsinə getməyi çox istəyir. Joe'nun atası deyir ki, əgər o gündəlik ciblik pulunu qənaətlə istifadə edib kifayət qədər pul yığsa, düşərgəyə gedə bilər. Nəticədə Joe yaya dək kifayət qədər pul yığa bilir. Amma Joe'nun atası fikrini dəyişir. Joe'nun atası dostları ilə balıq ovuna getməyi planlaşdırır. Onun isə kifayət qədər pulu olmur. O ona görə Joe'nun yığdığı pulları istəyir. Joe düşərgəyə getməkdən imtina etmək istəmir və atasına pulları verməmək haqqında düşünür. Yəni Joe dilemması budur, belə deyək. Joe yay tətilinə getmək istəyir. Atası deyir pul yığ, get. Pulu yığır, atası fikrini dəyişir. Deyir mən dostlarımla balıq ovuna gedəcəm, amma mənim pulum yoxdur. Pulu sən ver mənə. Joe da düşünür ki, mən kifayət qədər pulumu yığmışam da. Yəni mən balıq ovuna getmək istəmirəm. Yəni bu nədir? Joe'nun atası, aha. Burada şagird deyir ki, atası oğluna qarşı ədalətsizlik edir. Düzdür də, yəni sən məsələn qayda qoyursan ki, mən dostumla balıq ovuna gedəcəm, pulu ver mənə, sən getmə. Hər hansı bir qayda qoyarkən qarşındakını da düşünmək lazımdır, bizi də düşünmək lazımdır. Bu nədir? Sosial müqavilədir. Bəndi. Çalışdım izah edeyim, yəqin ki, izah edə bildim. Deyir uyğunluğu müəyyən edin. Aha, prekonvensional, konvensional, bir də postkonvensional. Prekonvensional öz hissləri ilə, konvensional cəmiyyəti düşünür, post da ən yüksək səviyyədir, belə deyək, postunu qurur. Deyir şagird hadisəni öz şəxsi mövqeyindən çıxış edərək mühakimə yürüdür. Bu prekonvensionaldır özünə. İnsanlar dəyərli hesab etdikləri şəxslərin mənəvi standartlarını özünküləşdirirlər. Baxın, diqqətlə oxuyun. Deyir ki, insanlar dəyərli hesab etdikləri şəxslərin mənəvi standartlarını özünküləşdirirlər. Cəmiyyət. Bu konvensionaldır. Bu mərhələdə olan şəxslər hadisəyə nizam-intizam çərçivəsindən baxmaq yerinə sosial ədalətlik prinsipi ilə yanaşır. Bu sosial müqavilə postkonvensionaldır. Uşağın məsələlərə göstərdiyi münasibət yalnız qaydaları pozulması zamanı qarşılaşdığı nəticələrə çərçivələnir, yəni cəzalanır. Bu prekonvensional. Şəxs mühakimə zamanı cəmiyyətin bu məsələyə necə yanaşmasını nəzərə alaraq davranır. Bu da konvensional cəmiyyət var. 1-ə A, D, 2-yə B-yi, 3-ə də C. Bu deyir C bəndi. Şagird sinifdə olan qayda və prosedurlara daim əməl edir və digər şagirdin də bunlara əməl etmələrini tələb edir. O şagirdlər arasında qaydalara əməl etməyənlər olduqda dərhal müəllimə bildirir və bunun nizam-intizam qorunmasında əsas düzgün yol hesab edir. Qayda qanun varsa, hər kəs bir nəfər kimi əməl etməlidir. Bu səlahiyyət və sosial nizamı qorumadır. Gəmi qəzaya uğrayır. Sərnişinlər xilas edici qayıqlara minərək gəmini tərk etməklə bağlı təxliyə elanı verilir. Sərnişinlərdən biri düşünür ki, onun köməyindən istifadə edə biləcək bir qrup yaşlıların olduğu qayığa, yoxsa sağ qalmaq şansının daha çox ola biləcəyi gənc güclü insanların olduğu qayığa getməyi seçsin və ehtiyac sahiblərinə qayığı məqsədi ilə birinci variant sevir. Vicdanlı, mərhəmətli, qayğıkeş. Bu nədir? Universal etik prinsiplər. Bəndi. Hansı sütunlarda uyğunluq pozulmuşdur? Bizdən pozulanı soruşur. Bu mərhələdə olan insanlar bəzi addımları qaydalara zidd olsa belə ədalətli hesab edir. Universal etik prinsip bu doğrudur. Mərhəmətli, ədalətli, vicdanlı insandır. Bu mərhələdə olan şəxslər hadisəyə nizam-intizam çərçivəsindən baxmaq yerinə sosial ədalətlik prinsiplə yanaşır. Bu sosial müqavilə və ya sosial razılıq doğrudur. Məsələlərə münasibət təkcə bir şəxsin yanaşmasından asılı deyil. Müxtəlif fərdlər müxtəlif baxışlara malik ola bilər. Bu şəxsi maraqdır. Bu doğru fikirdir. Müxtəlif fərdlər müxtəlif baxışa malikdir. Burada individualizm, şəxsi maraq var. Amma qarşısında yanlış verilib. Deməli, bir burada pozulub. Bu mərhələdə olan şəxslər qaydaları dəyişməz və şərtsiz qəbul edir. Bu da doğrudur. Dəyişməz şərtsiz itaət edir ki, cəza almasın. Amma yanlış verib deyə bir burada pozulub.
Şəxs mühakimə zamanı cəmiyyətin bu məsələyə necə yanaşmasına nəzərə alıb, cəmiyyət məni necə qəbul etsin? Qəbul olunmadı, bu da doğru fikirdir. Deməli, 3-4 oldu, B variantı. Müəllim şagirdlərə müzakirə zamanı belə bir hadisə danışır. Təsəvvür edin ki, yaxın dostunuz sizə sinif yoldaşının əşyasını icazəsiz götürərək qaydanı pozduğunu bildirir. Bu məsələ ilə bağlı siz nə düşünürsünüz? Şagirdlərdən biri cavab verir. Dostum belə olsa qaydalara əməl etməlidir. Onların pozulmasına göz yuma bilmərəm. Çünki digər şagird yoldaşlarından kimsə ondan nümunə götürüb həmin davranış edə bilər. Burada nə deməkdir? Yəni deyir ki, qayda qanun varsa hamı boyun əyməlidir. Bu dostum olsa, valideynim də olsa. Bu olur konvensional səviyyə, səlahiyyət və sosial nizamı qoruma. Y bəndi. İnsanın səhvi nə olur olsun, edam cəzası verilməməlidir. Düşünən insan vicdanlı, mərhəmətli, qayğıkeş, universal etik prinsip. Bu da olur A bəndi. Yuxarı sinif şagirdi imtahandan köçürmə təklifi alır və tərəddüd edir. Müəllim bu mövzunu yalnız qadağandır səviyyəsində saxlamır. Dürüstlük, məsuliyyət, ədalətli qiymətləndirmə və qərarların uzun müddətli nəticələri barədə siniflə müzakirə edir. Bu yanaşmaya aid olmayan variantı müəyyənləşdirin. Müəllim deyir, kim köçürsə dərhal 0 yazıram. Səbəb, ədalət və nəticələr barədə heç bir müzakirə aparmır. Elə bu yanaşmaya aid olmayan variant budur da. Baxın, burada deyir köçürmə təklifi alır və tərəddüd edir yuxarı sinif şagirdi. Yəni müəllim bu mövzunu qadağandır səviyyəsində saxlamır. Deyir bu dürüst insandır, məsuliyyətli insandır, ədalətli insandır. Burada ama nə deyir? Ədalət 0 yazıram. Səbəb, ədalət və nəticələr barədə heç bir müzakirə aparmır. Niyə ki, bu şagird köçürmə təklifini tərəddüd etdi. Müəllim də qadağandır səviyyəsinə baxmır, yəni saxlamır. Şagirddə dürüstlük var, məsuliyyətli var. Bir də şagird ədalətli şagirddir. Deməli, A variantı. Məsələn, müəllim sual verir. Ədalətli qiymətləndirmə nədir? Niyə hamı üçün vacibdir? Bu doğru yanaşmadır. Müəllim şagirddən düşünmələrini istəyir. Köçürmək başqasının haqqında necə təsir edir? Müəllim izah edir ki, dürüstlük, etibar və məsuliyyətlə bağlıdır. Bunun uzun müddətli təsiri var. Müəllim real nümunə üzərində qısa müddətli qazanc və uzun müddətli nəticə fərqini müqayisə edir. Deməli, burada oldu A variantı. Sinifdə summativ qiymətləndirmə zamanı köçürmək olmaz qaydası var. Şagird summativ zamanı yoldaşlarından birinin köçürməyə cəhd etdiyini görür. Deyir ki, əgər sən köçürsən, digər şagirdlər də köçürməyə cəhd edəcək və sinifdə qarışıqlıq yaranacaq. Situasiyaya xüsusi işarələnmiş hissəni necə dəyişsək, mənəvi inkişafın itaət və cəza. Bax, burada səlahiyyət və sosial nizamı qorumadır. Deyir, köçürmə ki, sinifdə qarışıqlıq yaransın. Amma itaət və cəzada nə deyəcək? Deyəcək, köçürmə ki, müəllim sənə cəza verməsin. Məsələn, D variantına baxın, əgər köçürsən, müəllim səni tənbihləyəcək. Deməli, oldu burada D variantı. Sinifdə müəllim şagirdlərə daim başqalarına, hətta xoşlamadıqları insanlara qarşı insan olduqları üçün mərhəmətli olmağı öyrədir. Bunu öz davranışında mütəmadi olaraq nümayiş etdirir. Mərhəmətli, qayğıkeş, vicdanlı, universal etik prinsipinə aiddir. Y bəndi. Müəllim iki şagirdi eyni əşya üstündə mübahisə etdiyini görür. Şagirdlərin təkcə cəza olacaq məhdun ilə yox, daha ədalətli əsaslandırmalar düşünməsinə kömək istəyir. Aşağıdakı addımlardan hansı bu məqsədə daha uyğundur? Dərhal sərt şəkildə qadağan qoymaq bu itaət və cəzadır. Uşaq deyəcək ki, etməsək müəllim bizi cəzalandıracaq. Sizcə burada kimin haqqı daha çoxdur? Ədalətli bölüşdürmə necə ola bilər kimi sualları müzakirə etmək. B variantı tamamilə doğrudur. Ədalətli əsaslandırma istəyirsə, kimin haqqı çoxdur, kimin haqqı azdır, ədalətli bölüşməni necə edə bilərik? Yəni, burada B variantı. Kolbergin mənəvi inkişaf nəzəriyyəsinə sizə təqdim olunmuş fikirlərdən biri doğru deyil. Mənəvi dəyər genetik faktor olduğu üçün sonradan formalaşır. Bu doğru fikir deyil, A variantı səhvdir. Mənəvi inkişafın hər hansı bir səviyyəsində olan insan üçün ixtiyari bir davranış doğru, başqa səviyyədə olan insan üçün yanlış hesab edilə bilər, düzdür. Aşağı yaşlarda şəxslər qaydaları dəyişməz və şərtsiz qəbul edir, itaət və cəza, düzdür.
İnsanların mənəvi dəyərləri onların davranışı ilə qiymətləndirilir, düzdür. Müxtəlif situasiyalarda fərdin verdiyi cavab reaksiyası onun mənəvi inkişafın hansı mərhələsində olduğunu göstərir, düzdür. Deməli oldu A variantı. Səlahiyyət və sosial nizamı qoruma mərhələsinə aiddir. Hər hansı bir hadisəni mühakimə edərkən öz mövqeyindən deyil, cəmiyyətin mövqeyindən çıxış etmək elə abəndir. Yəni özünü düşünmə, deyir qayda qanun varsa, sən də bir nəfər kimi, cəmiyyət də bir nəfər kimi qayda qanuna əməl etməlidir. 9-cu sinifdə oxuyan şagird gələcəkdə hansı peşəyə yiyələnməsi ilə bağlı qərarsız qalır. Şagirdin anası həkimlik peşəsini məsləhət görür. Çünki özü də bu peşəyə yiyələnmək istəsə də onda alınmamışdı. Deməli anasında bir maraq var. Yəni maraq var ki, nə mənada? Mən həkim ola bilməmişəm, qoy övladım olsun. Şəxsi maraq. Bu olur individualizm. Atası isə şagirdə müəllim olmasını tövsiyə edir. Çünki düşünür ki, müəllim peşəsi hamının ən çox müraciət etdiyi peşədir. Cəmiyyət hamı deyirsə, bu da qəbul olunmadı. Deməli, ana individualizm marağı var, ata da qəbul olunma. Müəllim dəhlizdə qaçmağın qadağan olduğunu izah edir. Aşağıdakı ifadələrdən hansını seçsə, itaət və cəza. Dəhlizdə qaçsam, müəllim mənə cəza verəcək. Bax, cəza ilə buradan bizi çağırır. Dəhlizdə qaçsan, dərhal xəbərdarlıq alacaqsan, yenə etsən cəza veriləcək. Bu olur itaət və cəza. Müəllim təbii fəlakətin artdığı zamanda sudan, işıqdan, qazdan daha ehtiyatlı istifadə edilməsinin lazım olduğunu bildirir. Şagirdlərdən biri isə narahat olmayın, hələ bizə çatacaq qədər var. Qalanın sonrakılar düşünsün, dedi. Bu nədir? İndividualizmdir da, şəxsi maraq. Özünü düşünür, özü. Deyir ki, hələ mənə var da, nə vaxtsa gəlib mənə çatanda eləyərəm. Görsən, deyir, qalanın sonrakılar düşünsün. Hələ bizə çatacaq qədər var. Şəxsi marağı var da burada, sırf özü üçün maraqlıdır, özünü düşünür. Bu olur individualizm. Bütün canlıların yaşamağa haqqı var. Dünya yalnız insanların deyil. Bu mərhəmətli, vicdanlı, universal etik prinsipinə aiddir. A variantı. Kolbergin mənəvi inkişaf nəzəriyyəsində itaət və cəza mərhələsinə aid olan fikri müəyyən edin. Şagird bu mərhələdə hadisəni cəmiyyətin mövqeyindən çıxış edərək mühakimə edir, səlahiyyət və sosial nizamı qoruma. Şagird qoyulan qaydaları şəxsi marağı baxımından pozur, bu individualizm. Şagird cəzalanmamaq üçün qərarların qaydalara uyğun verir. Bax, bu C variantıdır. Qərar verir ki, mən cəza almayım. Daha sonra individualizmə aid olan fikri seçin. Şəxsi marağı öz mövqeyindən çıxış edərək mühakimə yürüdür. Sırf özünü düşünür, özünü. Bax, burada dedi ki, görsən narahat olmayın. Bizə hələ çatacaq qədər var. Qalanın sonrakılar düşünsün. Sırf özünü düşünür. Bu individualizmdir. Yəni burada məsələn düşünmədi ki, itaət etməsəm cəza almayacağam. Cəza falan yoxdur. Müəllim fikir bildirir. O da deyir ki, ay müəllim narahat olmayın. Bizə çatacaq qədər var. Qalanın sonrakılar düşünsün. Yəni özünü düşünür. İndividualizm. Eynən burada da. Öz mövqeyindən çıxış edərək mühakiməyə yürüdür. Sinif nümayəndəsi dərs zamanı mübahisə edən iki şagird yoldaşını sakitləşdirərək dərsin gedişatının pozulmamasına çalışır. Qayda qanuna əməl edir. Səlahiyyət və sosial nizamı qoruma. Dərs zamanı müəllim məni cəzalandırmasın deyə sakit qalmalıyam. İtaət etməliyəm ki, cəza almayım. A variantı. Qoy hər kəs mənim necə dost olduğumu görsün. Hər kəs, cəmiyyət məni yaxşı oğlan, yaxşı qız, yaxşı dost kimi tanısın. Bu da olur qəbul olunma. C variantı. Sosial müqavilə mərhələsinə aid olmayanı seçin. Bu mərhələdə insanlar hadisələrə sosial ədalətli prinsipi ilə yanaşır, düzdür. Qaydalar cəmiyyət üçün vacibdir, lakin bu qaydalar cəmiyyət üzvləri tərəfindən razılaşdırılmalıdır, düzdür. Qaydalar düzgün məqsədə xidmət edirsə məna kəsb edir, düzdür. Bu mərhələdə insanlar mühakimə yürüdərkən cəmiyyətin gözləntilərinə əsaslanırlar, bax bu səhvdir. Qaydalar ədalətli olub olmadığını mühakimə edirlər, bu da düzdür. Yəni sosial müqavilədə deyir ki, qayda qoyursunuzsa, yəni bizi düşünün qoyun, bizi də nəzərə alın. Bu olur D variantı. Cəmiyyəti bir tutaraq mühakimə edir, səlahiyyət və sosial nizam. Deyir, qayda varsa hamı qəbul etməlidir. Amma sosial müqavilədə deyir ki, bizi də nəzərə alıb qayda qoy. Şagird hər şey qarşılıqlıdır deyə düşünür.
və ona yardım etməyən dostunun dərslərində kömək etmir. Şəxsi maraq, bu gün mən sən edim, səbah sən mənə et. İndividualizm. Şagird sinif nümayəndəsi seçilmək üçün müxtəlif edilməyəcək vədlər söz vermişdi. Əsas seçilim, onsuz da edən deyiləm. Özünü düşünür, özü varsa, öz marağı üçün edirsə, bu nədir? İndividualizm. Sinifdə şagirdlərdən biri bir gün mənim də nəyəsə ehtiyacım ola bilər düşünərək öz yoldaşı ilə bölüşür. Bu gün mən sənə kömək edim, sabah sən mənə et. Şəxsi maraq, individualizm, özünü. Şagirdlərdən biri digər yoldaşına qarşı aqressiv davranır. Müəllim bunun səbəbini soruşanda deyir, onlar sinifdə mənə qarşı kobud ifadələr işlədirdilər. Bu hal mənə çox pis təsir etdiyindən ona görə mən də onlara qarşı bu cür rəftar edirəm. Qarşılıqlı münasibət. Sən mənə yaxşısansa, mən sənə yaxşı olacağam. Sən mənə pissənsə, mən sənə pis olacağam. Bu nədir? İndividualizm. Şagirdlərdən biri məktəb qaydalarının şagirdlərə qarşı ədalətlilik və bərabər hüquqlu prinsipinə əsaslandırılmadığını iddia edərək, qaydaların dəyişdirilməsi üçün məktəb heyətinə müraciət edir. Qayda qanun qoyarkən bizi də nəzərə al. Bunu deyən kim idi? Sosial müqavilə. Deyir, qayda var. Demirəm yoxdur. Amma qoyanda bizi də nəzərə alın. Yəni, qayda tərtib edəndə. Müəllim Haynızın hekayəsini danışdıqdan sonra şagirdə sualla müraciət edir. Haynızın yerinə olsaydınız nə edərdiniz? Haynız kim idi? Yoldaşı xəstə idi. Dərman almağa pulu yox idi. Yəni, kimdənsə yığsa da dərmana pulu çatmırdı və gedib aptekdən dərmanı uğurladı. Şagird cavab verir, sevdiyim insanı itirmək istəmədiyimə görə Haynızın etdiyini edərdim. Baxın, biri var desəydi ki, hə, insandır, insanın da yaşamaq haqqı var, məni kimi hamının yaşamaq haqqı var. Bu olardı, məsələn, universal etik prinsip. Amma burada deyir ki, sevdiyim insan, yəni sevmədiyim insan olsaydı, Haynız, məsələn, dərman uğurlamazdım, amma sevdiyim insan üçün uğurlayardım. Sevdiyim insan. Burada nə var? Bir maraq var. İndividualizmdir. Yenə deyirəm. Universal etik prinsipində olan insan sevdim, sevmədim bunu düşünmür. Hamıya mərhəmətli baxır, vicdanlı baxır. Deyir, hamı yaşama hüququ var. Amma individualizm deyir ki, sevirəmsə yaxşılıq edəcəm, sevmirəmsə yox. Yəni, sevdiyim insanı itirmədiyim üçün edərdim. Amma sevmədiyim insan olsaydı etməzdim. Bu sözündən bu çıxır. Bu nədir? İndividualizm. Universal etik prinsipinə aid olanı seçin. Hadisəyə münasibət bildirərkən kollektivin yanaşmasını nəzərə alırlar. Xeyr, bu mərhələdəki insanlar mühakimə yürüdərkən hamıya uyğun mənəvi prinsiplərə və mücərrəd mülahizələrə əsaslanırlar. Hamını sevirlər, hamıya vicdanla davranırlar, hamına nətər deyim, dəyər verirlər, önəm verirlər. Müəllim zəif oxuyan şagirdinə deyir, İmtahan nəticələri aşağı olsa, insanlar sənə nə deyər, cəmiyyət sənə nə deyər düşüncəsi ilə yaşayırsansa, bu olur qəbul olunma. Şagird müəllimin davranışı ilə bağlı qoyduğu qaydaları mənfi nəticədən yaymaq üçün pozmamağa çalışır, itaət edir ki, cəza almasın. A variantı. İki şagird eyni situasiyada eyni davranış seçir. Yapdığı telefonu sahibinə qaytarır. Müəllim onların mənəvi səviyyəsini qiymətləndirmək istəyir. Kolbergin yanaşmasına görə müəllim düzgün nəticə hansıdır? Eyni davranışı seçdiklərinə görə onların mənəvi inkişaf mərhələsi mütləq eynidir. Səhvdir. Davranış nəticəsi, telefon qaytarılması hər şeyi göstərdiyi üçün əsaslandırma önəmsizdir. Səhvdir. Eyni qərarlar fərqli əsaslandırmalarla verilə bilər. Mərhələni müəyyən edən əsaslandırmanın məntiqidir, C bəndi. Yəni, əsaslandırmalar edəcəklər fikirlərə, niyə qaytardım telefonu, nə səbəbə, müəllim də o əsaslandırmaya əsasən müəyyən edəcək ki, bu mənəvi inkişaf nəzəriyyəsinin hansı mərhələsindədir. Gəlin bir dənə ümumi məlumat verək. Ümumiyyətlə, mənəvi inkişaf nəzəriyyəsinin 3 səviyyəsi var. Birinci, postkonvensional səviyyə, ikinci, konvensional səviyyə, üçüncü post, birinci piri. İkinci konvensional, üçüncü də postdur. Prekonvensional 2 yerə bölünür. Yəni, itaət və cəza, bir də individualizm. İtaət və cəzada budur. İtaət etməliyəm ki, cəza almayım. Yəni, özünü düşünür. Nə mənada? Cəza almasın deyə özünü düşünür. Amma individualizmdə
Bu nədir? Yenə özünü düşünür. Sadəcə şəxsi marağı var. Hər şey özü üçün yaxşıdır. Yəni özünü sevir, özü üçün düşünür. İndividualizm budur da. Bu gün mən sənə yaxşılıq edim, sabah sən mənə et. Şəxsi marağı var burada. Konvensional da qəbul olunma, bir də səlahiyyət və sosial nizamı qoruma. Ümumiyyətcə konvensional cəmiyyəti düşünür. Qəbul olunma nədir? Cəmiyyət məni yaxşı tanısın, mən yaxşı oğlanam, mən yaxşı qızam, mən yaxşı dostam, mən yaxşı insanam. Cəmiyyət nə deyir deyə düşünür. Amma səlahiyyət və sosial nizamı qayda qanundur. Deyir ki, qayda qanun varsa, mən də, dostum da, cəmiyyət də, valideynim də bir nəfər kimi ona əməl etməlidir. Postkonvensional səviyyədə sosial müqavilə, bir də universal etik prinsip. Sosial müqavilə deyir ki, qayda qanun qoyarkən bizi də düşünün. Bəzən qayda qanundan çıxmaq olar. İki yolda bax, individualizmdə niyə çıxır? Özünün şəxsi marağı üçün. Məsələn, mən tutalım ki, dostumu döyürlər. Qayda da var ki, məsələn, məktəb həyətində, sinifdə dalaşmaq olmaz. Mən də baxıram ki, dostumu döyürlər. İtaət və cəzada olan insan deyir ki, qayda var, mən qaydanı poza bilmərəm, müəllim mənə cəza verəcək. Amma individualizm də deyir ki, yox, qaydadan çıxım. Bu gün dostumu döyürlərsə mən ona kömək edeyim. Sabah məni döyəndə o da mənə kömək eləsin. Bu olur individualizm. Amma sosial müqavilədə olan insan nə deyir? Deyir ki, dostum da dünən digər adamı döymüşdü də, elə döyülməyə layiqdir, qoy onu döysünlər. Yəni, sosial müqavilə deyir, qaydadan çıxmaq olar, amma ədalətli şəkildə. Ədalətli əsaslandırman varsa, qaydadan çıx. Universal etik prinsip deyir ki, qaydaya çıxma, heç kimi döymək olmaz, gedir deyir. Yəni, heç kimi döymək olmaz, hamı insandır, hamı yaşamalıdır, hamıya qayğıkeş, mərhəmətli davranın. Universal etik prinsip də bunu deyir. Qəbul olunma da deyir ki, qoy gedim qoymayım döysünlər. Cəmaət desin ki, bu nə yaxşı dostdur, bu nə yaxşı insandır, bu nə yaxşı oğlandır. Qəbul olunma da bunu deyir. Səlahiyyət və sosial nizamı qoruma da deyir ki, qayda qanun var. Mən də, siz də, heç kim də bu qayda qanunu pozmamalıdır.